Bütün aşkarlıq yalnız islah üçün olmalıdır. İnsanı məqsədə yönəlməyə mane olan maneələr çıxa bilər. O an onları gizlətmək lazımdır, onları bağlamaq lazımdır və elə eləmək lazımdır ki, o sizi çaşdırmasın. Tələbələrin seçilməsindən başqa, yəni məqsədə yönələn tələbələri seçimindən başqa, hansı tələbələr ki, elmi heç zaman satmazlar və onlar üçün ən vacib olan yalnız məqsəddir və onların etdiyi hər bir əməl islah metodikasına, islahın məqsədinə və islahın nöqtəsinə çatmaq üçün olmalıdır, başqa heç nə olmamalıdır. Əgər nəsə bizə bu məqsədə birlikdə yönəlməyə mane olursa, o bunu eləməməlidir. Zərurilik deyil, bu deməkdir.